Məhəmməd bir zaman ayıldı, gördü, heç kəs yoxdur. Amma cibində naməsi var. Nə naməsi? Qız ki, o naməni göndərmişdi, aşıqlar gəlsin, o bunun cibindədir. Dedi, yaxşı oldu. Gedərəm onun barigahını taparam, naməni nişan verirəm, mənə yol verərlər. Gəlib barigahın qapısında dayandı, bir nəfər üstü, qardaş, burada nə axtarsın? Məhpara xanımı görəcəm. Nəyə gəlmişsən? Naməni çıxartdı, verdi. Budur bax, Təbrizə namə yazıb, mən də Təbrizdən gəlmişəm. Çox gözəl. Sən vardı ol içəriyə, istirahət elən, qız da gələcək. Deyir, axı bir gün Molla Nəsrəddin dedi, arvad, gedirəm öləm. Dedi, Allah adam öldürür. Dedi, sənənə mən özüm gedirəm öləm. Gəlib, xalata bürünüb, ağzına bir poncada səqqiz alıb, çeyniyə yatıb qəbirdə. Oradan kərvan keçirdi. Gördülə atları qaçdı. Tazirbaşı dedi, qoy düşün görüm ölüzat xoddamayıb, nə xəbərdir? Yaxına gələndə gördü bir nəfər xalatın içində yatıb səqqi çeynir. Dedi, burada nə axtarsan? Dedi, ölmüşəm də. Dedi, nə cür ölmüşsən, səqqi çeyniysən? Dedi, yəni el ölmüşəm, səqqiz də çeyniyəmmir, hə? Yəni indi bu gərgərli Məhəmməd el ölüb, qıza da cavab verənmir. Bəli, bir müddət gözləyəndən sonra dedilər, hə, Məhpara xanım gəlir. Belə baxanda gördük, 40-cı qız yanımda budur gəlir. Getirdi, oğul, sən bəyəkçi olansan, bəli. Yenə göylün kötə istəyir, yox, xanım, kağızım var. Bunu sən yazmısan İrana. Kağıza baxdı, gördü, düzdür. Dedi, ata, dəstur ver, sabah meydana abad olsun. Baş üstə qızım. Dəstur verib meydan bəzənib, Allah heç düşünən adamları göydən aşağı gətirməsin. Düşünməz adamları da bir santim uzatmasın, ondan heç kəs başara bilməz. Bu təkdənha 2 səndəl qoyublar. Biri şah qızı daxil, qız üçün, biri gümüşü qonaq üçün. Məhəmməd getdi, qızıl səndəldə oturdu. Qardaş, ora sənin yerində, get yerində otur. Dedi, biz dədədən, babadan tərsi otumarıq. Axı o şah qızıdır, dedi olsun, gələndə həll edərik. Narahatlıq çəkməyin. Qızlar başında çala-çala, oynuya gəlir. Məhəmməd baxsın bunun üzünə, ağlı geçsin, bu bunu bağlasın. Məhəmməd o hünərin sahibi deyil, başını salıb aşağı. Qız yetirdi, oğlan mənə bir bax, dedi, xanım nəyə baxıram, düşmanıq da. Keç, otur. Dedi, axı tərsi oturmuşsan? Dedi, biz tərsi oturmarıq. Dedi, o qızıldı, mənimdi, o gümüşdü, sənindi. Dedi, qoy cəmaatıza deyim. Cəmaat qəbul eləsə ki, sən deyən düzdür, mən geçərəm öz səndəlimə. Məhəmməd üzün tutdu cəmaata. Qardaş, sizin yerdə arpa bahadı buğda. Buğda. Sizin yerdə qızıl bahadı gümüş. Qızıl. Sizin yerdə kişəş rəftar vat. Aha, hamılal oldu. Diyaq arva səhərdən var günümüzə. Dedilər, yox, kişəş rəfti. Dedi, xanım, canın çıxar o gümüşdə eləşərsən, get otur. Mən səndən əşrəfəm. Qız dinmədi. Məhəmməd, bəli. Sən qabağa düşürsən, ya mən qabağa düşüm. Dedi, xanım, biz qabağa düşmərik. Bir də mən qabağa düşmərəm. Biləm, sabah gedib deyərsən ki, Türk oğlu məndən qorxdu, düşdü qabağa. Sən deyib, onda ki, mənə fürsət verdi, birini də mən deyəcəyəm. Burada istəyir Məhəmməddən Məhpara xanım nələr xəbər alsın, tərəfindən biz deyək sizə can sağlığı, keşi olur.
qazandan alım. Səndən xəbər alım Aşıq Məhəmməd, nədir ağ üstündən qara düşübdü? Neçə zatdan xəlq etdilər insanı, əvvəl Adəm nə diyara düşübdü? Xanım, bunlar sənin sözündəyik ha. Necə? Onlar mənimkidir. Söz uzatma, sözə cavab ver, başı qatma. Götürüb burada Məhəmməd belə cavab ver. Gel belə sənə cavab verim Məhpərə xanım. Əlifdir ya üstdən qara düşübdü, sevirəm ay buldum ay baba. Ay belə ya bu ateş Hakibatdan yalandı. Əvvəl Adəm sələndi və düşübdü. Ağlanam, ağlanam, sevirəm mən. Belə əvvəl Adəm sələndi və düşübdü. Ay aman amay, qazandan alım. Sana cavab verin Məhpərə xanım. Əlifdir ağ üstdən qara düşübdü. Ab-ı ateş Hakibatdan yarandıq. Əvvəl Adəm sələndiyibə düşübdü. Çox gözəl. Mirzələr o zaman yazıçılar olurdu. Düzdür, hə düzdür. Ol qulaq as, bu söz qutulanda meydanı sənə verəcəm. Götürüb o biri bəndini necə deyəcəm? Yemediler, doydular. Ne kısası kıyamete koydular. Sevirem ay buldum ay baba. Ay böyle vakimliye dersini soydular. Kimidi Bağdat'ta dara düşübdü. Azanam, aslanam, sevirəm mən. A belə kimidi Bağdat'ta dara düşübdü. Ay aman amay, gəl qazanam. O neydi yemədilər, doydular. Ne kısası kıyamete koydular. O kimidi derisini soydular, kimidi Bağdat'ta dara düşübdü. Hanım o da məndən sorulur.